Mən Hüseyn Hökmənli yazdığım bu mahnını Hacıqabul rayonuna həsr edirəm. Vətənimizin doğma ocağı Hacıqabul, yaxşı yolların dayağı Hacıqabul, hər insanın dildə sorağı Hacıqabul. Bu məkana çoxları heyran olub, hər insanın dildə sorağı Hacıqabul. Bu məkana çoxları heyran olub. Hacıqabulun sağlarıdır, hər amidir, dağlarıdır, hər zamanda dillərdə dastan olub. Yaxşı sözə əhsənidir, yaxşıların məskənidir, yaxşılara hər zaman təkan olub. Hacıqabulun böyücü olub əsəri, ziyarətə gedən edib səfəri, 30 kəndi bir də onun şəhəri, zəvvar üçün qapısını açan olub. 30 kəndi bir də onun şəhəri, zəvvar üçün qapısını açan olub. Gözəl səslə avaz verib, oruç tutub namaz verib, başlarının üstündə Qur'an olub. Quranın var yiğitləri, qaziləri, şəhidləri, torpaq üçün verdiyi bir can olub. Başlarının üstə olub Allahı, olmayıbdı heç zamanda günahı. Qədim olan Pir Hüseyn xəngahı, xəstələrin dərdinə dərman olub. Qədim olan Pir Hüseyn xəngahı, xəstələrin dərdinə dərman olub. Allah olub pənahları, söz olubdu silahları, sözləri də dillərdə dastan olub. Yaxşıların cədvəlidir, yazan Hüseyn Hökməlidir, Hacıqabula canımda